Məryəm xanım yazıb ki, maşallah, Allah razı olsun sizdən. Çox sağ olun, minnətdaram. Məryəm xanım hamınız tanıyırsınız. O da insanları maarifləndirir. Allah can sağlığı versin. Gözəl insandır. Vallahi elə istəyirəm ki, Məryəm xanım kimi insanlar ölkəmizdə çox olsun. Məryəm xanımdır, Elmar Rəhmanoğlu da sağlam tansa xoşbəxtsən səhifəsi var. Sonra Lütfiyar qardaşdır. Bu insanlar hamısı xalqı maarifləndirir. Mən də bacardığım qədər, gücüm yetdiyi qədər xalqıma çatdırıram ki, özünüz öz həkiminiz olun. Özünüz özünüzü sağaldın. Biz niyə görə Rəbbimiz verən bu ömrü qədəri sağlam yaşamayaq? Niyə? Niyə mən dərman atmalıyam? Niyə insanlar ömürlük zov dərmanı atmalıdır? Niyə mən şəkər dərmanı, insülin vurmalıyam? Mən onu sağaltmalıyam, qoymalıyam yerinə və bədən çalışmalıdır düzgün şəkildə Allahın izni ilə. Belə, bugün də yürüyüşdəyəm. Təbii ki, hər gün 10 kilometr yürüyüş olunmalıdır, mütləq. Sağlamlığın başında bu dayanır. Mən demirəm, siz 10 kilometr yürüyüş eləyin. Bacardığınızı eləyin. Əlinizdən gələni eləyin. İnşallah.